Baxamadım. Hamısı bizim sələmdikdə yerdən saxlayımız belə çox yoxdur. Təbii ki, bu bir zarafatdır. Şurada resviyeti almışam 43 manata. Əslində 40 manatı üzərişən deyək 40 manat yemişəm. Bu gün bunu yoxlayacağız. Neçə ayda video gəlməydi? Deməli dostlar, yeni ildən bəri ki video gəlmir. Yəni bu da bizi sıxdı. Bunun da səbəbi BSG-lər, KSG-lər. Dərs çalışmaqdan öncə ağlıma heç nə gəlmir. Cümə macuruna vaxtı onu da unutmuşam. Həqiqətən bu il çox tez keçdi. Mən elə bilirdim ki, hələ dünənlərim yeni ili girmişik. Elə mən fevral ayından demişdim ki, bu il onsuz da boş keçəcək. Elə həqiqətən də boş. Elə sən də gedin, Sürə də bilmir, velosiped. Yalan da. Deməli dostlar, bu velosiped biraz səsini kəsir. Ona görə də 2 təkər ilətdirdik. 40 manat velosipedin özünə 3 manat da təkərlərin taxılışına verdik. Ara getsin. Ay, girdin. Tormuzu da basmağı bilmir, velosiped almışıq buna. Tormuzu basmağı bilmirsən sən? Onsa sən ömür boyu, sən birinci dəfərsən velosiped sürürsən. Və mən dostlar velosipedi alan kimi gətirdik bura. Çünki videonu biraz paylaşmaq çox zaman çəkər. Çünki biz Sumqayıtdayıq. Artıq o əvvəlki məkanda deyilik. Ceyranbasarda. İnşallah yayda maraqlı videolarımız gələcək. Orada bu velosipeddən çəkəcəm də. Buna baxın. Velosiped səndən ağırdır. Deməli dostlar, buna aid başqa bir videolar da gələcək. Nəhələş velosipeddir. Xoşuma gəldi mi velosiped? Onda neçə? Tam deyək səmimi olar. Demək ki, velosipedimdə qoy heylə birim izləyicilərim. Onda 8. Onda 8. Dəyər mi pula? Dəyər. Dostlar, pula dəyər. Yazıq var mənə. Yəni, o qıqışlı bir iki dəyər. Sağ olun dostlar. Bir videonun da sonuna gəldik. Öpürəm. Gələn videoda görüşərik.